Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tərtər Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi əkin sahələrinin suvarılmasına əsasən Tərtərçay və Subartezian quyuları vasitəsilə həyata keçirir. Əkin sahələrinin suvarılmasında problemlərin yaşanmaması üçün idarə tərəfindən daim meliorativ tədbirlər görülür. Tərtər Su Meliorasiya Sistemləri İstismar İdarəsi olaraq rayon ərazisində 11.200, başqa sözlə 29.133 hektar əkin sahəsinin suvarılmasına xidmət edirik. Suvarılan əkin sahələrinin 15.000 hektarı Tərtərçay, 13.500 hektar Subartezian quyuları vasitəsilə həyata keçirilir. Tərtərdə fəaliyyət göstərən fermerlər 2020-ci ilə qədər torpaq sahələrində əkin işləri aparmaqda xeyli çətinlik çəkiblər. Ordumuzun şanlı qələbəsindən sonra isə artıq su sahələrindən bol məhsul əldə edə bilirlər. Hazırda durduğumuz sahə Tərtər rayon Hüseyni kənd ərazisidir. Bildiyiniz kimi bu sahədə mənfur düşmənlərimizin vaxtilə Ağdam torpaqları işğal altında olanda daim ateşlərə məruz qalırdıq. Yəni burada əkin biçin, yəni təsərrüfat saxlamaq çox çətin idi. Allah'a şükür 30 illik işğaldan sonra yəni bizim ərazi bütövlüyümüz təmin olundu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Cənab Prezidentin, Ali Baş Komandanın rəhbərliyi altında, dəmir yumruğu altında bütün ərazilərimiz Azərbaycanın ərazi bütövlüyü bərpa oldu. Bundan sonra yəni Allah'a min şükür eləmək olar ki, öz təsərrüfatımızda, şəxsi təsərrüfatımızda rahat təsərrüfatla məşğul olduq. İdarəmizin balansında 607 ədəd Subartezian quyusu var ki, bundan 37 ədədi içməli, 570 ədədi kommunal və suvarma məqsədi ilə istismar edilir. 2024-cü ildə 7 ədəd Subartezian quyusu təmir bərpa edilərək istismara verilmiş. 2025-ci ildə isə tədbirə planı uyğun olaraq 8 ədəd Subartezian quyusu bərpa edilərək əhalinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Rayon ərazisində Subartezian quyularının yenidən qazılması və əsaslı təmiri uzun müddət suvarma suyuna görə problemlə üzləşən sahələri yenidən su ilə təmin etmiş olur. Bizim suvarma işi ilə əlaqədar olaraq çətinliyimiz var idi. Buna əlaqədar olaraq biz müraciət elədik. O müraciətimiz əsasında da bizim quyu tamam uçmuşdur. Hal-hazırda indiki bizə gəldilər təzə quyu vurmaq üçün. Başlayıblar, vurublar. Ayın 24-ündən indiyənə qədər vurublar. Biz buna çox, bütün Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. O bizim bütün tələblərimizi həyata keçirir. Qeyd edək ki, Tərtər Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi 7150 əhali, 198 qeyri-əhali abonenti olmaqla cəmi 7348 abonenti, əlavə olaraq 36 ədədi şəhid bulağı olmaqla ümumilikdə 342 ədəd ictimai bulaq vasitəsilə rayon əhalisinin içməli su ilə təmin olunmasına xidmət edir. Abonentlərin içməli su təminatı 2 ədəd 5000 kubmetrlik mərkəzi su anbarı, rayon ərazisində yerləşən 37 ədəd Subartezian quyusu və ümumi uzunluğu 216 kilometr olan su xətləri vasitəsilə aparılır. Bundan başqa Tərtər şəhərində formalaşan tullantı sularının axıdılması və emalı prosesi ümumi uzunluğu 82 kilometr olan mərkəzi kanalizasiya şəbəkəsi və Tərtər çayın sağ sahilində yerləşən sutqalıq gücü 7500 kubmetr olan müasir tipli tullantı su təmizləyici qurğusu vasitəsilə fasiləsiz həyata keçirilir.